Cəlilabadda dərs bölgüsü üstündə düşən davada döyülən müəllim danışdı. Bir müddət öncə Cəlilabadın Ləkin kənd orta məktəbində əlbəyaxa olan müəllimlər Telman Mirzəyev və Əfsun Məcidov arasında baş vermiş davanın təfərrüatı məlum olub. Verdiyi açıqlamada ibtidai sinif müəllimi Əfsun Məcidov hər şeyin onun məktəbdə olan qanunsuzluqları aidiyyəti qurumlara açıqlayacağını dedikdən sonra başlayıb və ona qarşı təzyiqlər artıb. İşçilər yerində deyil, heç bir işçi yerində deyil. Ondan sonra dərs vaxtı dərslər satılır, pulla satılır. Kimin ictimai statusu güclüdür, kimlə sinif yoldaşı olub əvvəl, kimlə qohumdur, kimlə münasibəti var. Bu və ya digər şəkildə dərslər bölünür onlara. Sertifikasiya balına baxan yox. Ondan sonra Dərslər neçə satılır təxminən? Təxminən 40-50 manat arası dəyişir. O müəllimin bu stavkasının pulu iləndir də, elə bir saatına neçə manat hesablanır, onunla satılır. Onun sözlərinə görə hazırda Ləkin kənd orta məktəbində çağırışa qədərki ibtidai hazırlıq müəllimi olan Telman Mirzəyevin də bu işlərdə əli olduğu üçün onunla mövcud konflikt yaşanıb. Bütün bu işlər mənim başıma ona görə gəlib ki, mən aylıq faiz vermirəm. Mənim ailəm böyüdür. 10%dir bizdə. Bizdə müəllimlərin maaşının 10%-i direktora çatır. Nəyə əsas gətirib o yığılır? Deyirlər, təhsil sektorunda o pulu istəyirlər bizdən. Mən də vermirəm, çünki verməyə mənim pulum yoxdur. Həm də mən axşama kimi ikinci növbə dərsim var. Dərsimi deyirəm, gəlirəm evə. Mən niyə kiməsə pul verməliyim? Məsələnin ən təhlükəli tərəfi isə Əfsun Məcidov davadan sonra evə getdikdə yaşanıb. Onun sözlərinə görə Telman Mirzəyevin ailə üzvləri və yaxın qohumlarından ibarət 5 nəfər onun evinə hücum edərək onu və ailəsini hədələyiblər. Bu zaman gördüm bələddə səs-küy gəlir. Gördüm onun yoldaşı Arifə Quliyeva, oğlu Rövşən Mirzəyev, Arifə Quliyevanın bacısı Günzalə Quliyeva, oğlu Sudev Quliyev. Bu axırıncı sonuncular bunları qaytarmağa çalışırdı. Oğlan əlində bıçağı belə fırladır. O Sudev də qabağından qaçırdı ki, bıçaq buna dəyməsin. Gəldi bələdimizin ağzında itimiz var bizim həyətdə. İt qoymadı onu həyətə girməyə. Ağır-ağır təhqirlər, yoldaşımı, balalarımı ağır sözlərlə təhqir edirdi. Ondan sonra üzr istəyirəm. Əynindəki şalvarını çəkdi, qoydu dizinə. Ağır-ağır ifadələr mənim qızlarıma, anama, bacıma. Qeyd edək ki, Əfsun Məcidovu döydüyü iddia edilən Telman Mirzəyevin həyat yoldaşı Arifə Quliyeva da məktəbdə katibə vəzifəsində çalışır. İddialara görə onun da işini əslində həyat yoldaşı Telman Mirzəyev aparır məktəbdə. Məsələ ilə bağlı Əfsun Məcidovun müraciəti əsasında Cəlilabad rayon prokurorluğunda araşdırmalar aparılır.